Salam dostlar, mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bu günləri bir qarşılaşdırma videosu çəkək dedim. Nəyi qarşılaşdıracağıq? Ucuz, basic eşitmə cihazı ilə bahalı, yüksək segment eşitmə cihazlarının fərqləri haqqında sizə məlumat vermək istəyirəm. İlk öncə başlayaq basic cihazdan, yəni sadə eşitmə cihazından, amma digital eşitmə cihazından. Daha sonra üstünlükləri nələr olur digər eşitmə cihazına qarşı, onlar haqqında danışmaq istəyirəm. Deməli, basic eşitmə cihazları, yəni sadə eşitmə cihazları digital eşitmə cihazı olsa da yalnızca səsi qulağa ötürür, amma təmiz şəkildə. Bu demək deyil ki, bu eşitmə cihazları 100, 150, 200 manatlıq slitel funksiyasını görür. Xeyr, bunlar yüksək segment olmasa da, amma səsi qulağa normal ötürə bilən, audioqramma əsasında ayarlanan eşitmə cihazlarıdır. Amma əgər pasiyent səsdən əlavə cihaza başqa üstünlüklər gözləyirsə, bu cihaz yavaş-yavaş qiyməti arta-arta, funksiyalar artdıqca qiyməti arta-arta gedir. Nələrdir bunlar? Bunlar haqqında məlumat vermək istəyirəm. Əgər pasiyent cihaza bir Bluetooth funksiyasının da əlavə olunmağını istəyirsə, gələn zənglərin telefonla idarə olunmasını istəyirsə, musiqiyə eşitmə cihazı vasitəsilə qulaq asmaq istəyirsə və yaxud sosial şəbəkələrdə istifadə etdiyi zaman musiqinin eşitmə cihazından gəlməsini istəyirsə, səslərin eşitmə cihazından gəlməsini istəyirsə, bu ayrı bir özəllik kateqoriyasına girir. Burada da avtomatik segment və qiymət qalxır. Kanal sayı artdıqca eşitmə cihazının qiyməti qalxır. Əgər səs-küylü mühitdə eşitmə cihazından daha üstün performans gözləyirsə, yəni hərənin səsini ayrı-ayrılıqda çəkib gətirə bilən, hər səsi ayrı-ayrılıqda qulağa eşitdirə bilən eşitmə cihazı istəyirsə, burada da avtomatik segment fərqi yaranır. AI texnologiyası ilə təchiz olunmuş eşitmə cihazı istəyirsə, daha da qiymət qalxır. Əgər eşitmə cihazlarının qiyməti qalxırsa, onda hər kəs elə yüksək segmentə malik eşitmə cihazları istifadə etməlidir. Xeyr, belə bir şey də yoxdur. Hər kəsin öz istifadəsinə uyğun şəkildə eşitmə cihazları var. Təbii ki, insan əgər təqaüdçüdürsə, ancaq evdən çölə çox az hallarda çıxırsa, bunun üçün 12 kanallı cihaz və yaxud 16 kanallı cihaz kifayət eləyir. Yəni basic cihaz kifayət eləyir. Yəni bu gələn zəngləri səsin eşitməsini istəyirsə, bir oğlu, qızı əlaqə saxlayanda eşitməsini istəyirsə, qapı döyüləndə eşitməsini istəyirsə, bir nəfərlə, iki nəfərlə danışanda normal şəkildə eşidib reaksiya verməsini istəyirsə, basic cihaz təbii ki, yetərli olacaq. Əgər daha fərqli şeylər gözləyirsə, iş adamıdırsa, müəllimdirsə, həkimdirsə, bir iclasda, bir səs-küylü mühitdə və yaxud bir kafedə, bir restoranda səsləri bloklayıb danışıq səslərini ön plana verən bir eşitmə cihazı istəyirsə, təbii ki, burada basic cihaz yox, daha üstün kateqoriyalı, yəni bahalı eşitmə cihazlar devrəyə girəcək. Ona görə də hərənin öz eşitmə cihazı var. Yəni hər kəsin öz eşitmə itkisinə uyğun və peşəsinə uyğun eşitmə cihazları var. Ona görə də sizdə də eşitmə zəifliyi varsa, eşitmə çətinliyiniz varsa, eşitmə azlığından şikayətlənirsinizsə, müayinədən keçərək düzgün eşitmə cihazını mənimlə seçə bilərsiniz. Bu haqda sizə daha ətraflı məlumat verə bilərəm, kömək ola bilərəm, dəstək ola bilərəm. Ona görə də bu nömrələr vasitəsilə mənlə əlaqə saxlaya bilər və yaxud QR kod vasitəsilə məni sosial şəbəkədə izləyib suallarınızı ünvanlaya bilərsiniz. Növbəti videolarda da qarşılaşdırma videoları istəyirsinizsə, şarjlı cihazla batareyalı cihazın arasındakı fərq və yaxud digər qulaq-içi cihaz arasında, qulaq-arxası cihaz arasında fərq istəyirsinizsə, like edib kanala abunə olmağı unutmayın ki, videomuz daha çoxlarının qarşısına çıxsın, hər kəs məlumatlı olsun və bu haqda verilişlərimiz, video çəkilişlərimiz daha çox olsun. Sizinlə mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı idim. Sağ olun, gələn görüşlərədək.